Əlilliyi olan şəxslərin hüquqları və bərabər imkanlar. Əlilliyi olan şəxslərin hüquqları insan hüquqlarının ayrılmaz hissəsidir. Azərbaycanda bu hüquqlar həm milli qanunvericilik, həm də BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiya ilə qorunur. Əlilliyi olan şəxslərin təhsil almaq, işləmək, sərbəst hərəkət etmək, informasiya əldə etmək və dövlət xidmətlərindən bərabər hüquqlu şəkildə istifadə etmək hüququ vardır. Şəhər infrastrukturu, nəqliyyat sistemləri, ictimai məkanlar və rəqəmsal xidmətlərin əlçatan olması əlilliyi olan şəxslərin gündəlik həyatını daha rahat, təhlükəsiz və müstəqil şəkildə qurmasına imkan yaradır. Panduslar, liftlər, taktil yollar, brail şrifli nişanlar, səsli məlumatlandırma sistemləri və əlçatan mobil tətbiqlər inklüziv cəmiyyətin vacib elementlərindəndir. İnklüzivlik yalnız fiziki əlçatanlıq deyil, hər bir insanın cəmiyyət həyatında bərabər, müstəqil və ləyaqətli iştirakıdır. Gəlin maneələri birlikdə aradan qaldıraq. İnklüziv cəmiyyət naminə birlikdə çalışaq.